yeməklərdən biridir. Nənə babalarımız o vaxtdan elə tümbəkli o içinə nə gəldi doldurublar, adını qoydular tümbəkli. Yumru düyü, heyva, şabalı, pomidor, göyərti, yaşıl reyhan əsas buna gedir. O da tapılmadı deyə yaşıl reyhansız elədik, keşniş doğradıq. Yağı, duzu, istiyotu, bunu qarışdırıb içliyi hazır, doldurur. Yadınızda qaldı? Buna indi duz istiyot da vurub, içliyə başlayacaq bükməyə. İkinci işimiz olacaq alma salatı. Bunu büküb bişməyə qoyanda alma salatdan başlayacaq. Oldu mu? Bəli. Rol. Məsələn, duzumuzu bükdük, tümbəkini yekunlaşdırdıq. Dad vermək üçün özəl dad verir bu heyvan. Yəni heyvanın düzünü. Pomidor düzünü. Limonu da verir. Pomidoru nə üçün verdi olacaq? Fərq eləməz, necə xırda olmaz da, yəni belə gözəllik də verir. Dadı çıxacaq. Necə pisli olmamsınız. Əslində buna yaşıl reyhan gedir uşaqlar. Üstündən reyhan olsaydı daha gözəl görünərdi. Maalesef reyhanımız. Sırf imkanı var. Sırf. Bunu indi qoyuruq üstə pişməyə. Nə qədər pişəcək müəllimə? Düyüsü pişənə qədər. 25 dəqiqə.